been solid some time now. All my life for the one. Hər kəs salam dostlar, mən Rəşad. Bugün Almaniyanın təsadüfi bir şəhərindəyik. Yolumuz Barselonayadır və burada saxladıq. Çox gözəl və sakit bir şəhərdir. Bu şəhərin 120 min əhalisi var və 40 dənə Nobel mükafatlı burada insan işləyib. Yəni bu elə belə rəqəm deyil. İndi də yolumuz Stuttgartadır. Almaniyanın avtomobil paytaxtıdır. Yəni Porsche'nin, Mercedes'in bütün o headquarterları oradadır. Yəni, maşınla bağlı Almaniyada nə düşünürsünüzsə Stuttgartda var. Yolumuz oradır. 400 kilometrlik bir yol var və bugün sizə Almaniyanın otobanını göstərəcəm. Çünki mənə ən maraqlı olan bir şeydir. Mən Almaniya deyəndə bir ağlıma Almaniyanın otobanı gəlir. Almaniya ilə bağlı ağlımda bir o düşüncə var ki, Almaniya belə çox sərt bir yerdir. Amma ondan da başqa burada otoban var və otobanda indi danışarıq birazdan. Yəni sürət limiti yox. Yəni buradan Stuttgarta 4 saatlıq yol var. Mən əminəm ki, o yolu 2 saat yarıma gəlib çatacağam. Nəsə yavaş-yavaş gedəksə Almaniyanın otobanından danışacağam. Hansı ki, hər bir Azərbaycanlıya bu çox maraqlıdır. Çünki bizim özümüz avtomobilləri çox sevirik və buradakı otobanlar elədir ki, yəni sırf sürət üçün dizayn olunub da. Görürsün, məsələn, Alman maşını alırsan 320 göstər, amma o 320-ni harda sürə bilərsən? Ona görə bu Alman maşınları üçün otoban yəni mütləqdir, yəni otobanda sürəsən. Mən də indi burada Dodge-un belə deyim limitlərini sınayacağam. Normalda bu Amerika maşını olduğu üçün 240-dan yuxarı getmir maşın. Yəni 240-a bunu limitləyiblər. Normalda bunun belə deyim, onsuz 240-dan yuxarıdan çox risklidir. Nə də olmasa sizdən də fərqli olaraq bu yolda qoca insan da var. Yəni baxıram gələndən, yəni 80 yaşlı dayı da Porsche 911-də sürür, amma bilmirsən də adamın refleksləri, yəni 80 illik refleksləri hər şey ola bilər. Ona görə yəni çalışacağam ki, maksimum 200-220 sürüm. Gedək yavaş-yavaş, yolumuz onsuz uzundur, yolda danışarıq. Hələ ki Almaniyada bir neçə kilometr sürüb gəlmişik Kieldən bura? 400 olar. Olar məncə. 400, 350-100 350-400 belə bir kilometr sürmüşük və hələ sizə inandırım ki, yəni qabağıma normal bir maşın çıxmayıb ki, yəni görüm deyim ki, yəni çox süper bir maşındır. Normalda çünki Almaniya haqqında nəsə fikirləşəndə ilk öncə adamın ağlına maşın gəlir və mən düşünürəm ki, bu Stuttgart yolunda çoxlu fərqli maşınlar görəcəyik. Çünki yəni avtomobil paytaxtıdır, bütün maşınlar oradadır. Maşının səsini eşidək deyə yüngülvari bir pəncərəni açdım. Hal-hazırda da əslində çox yaxşı bir vaxt deyil, nə baxımdan? Çünki yəni, düşünürəm ki, buranın da iş-çıxış vaxtı vardır. Nəticədə 120 min insan yaşayır. Çünki normal qabağımda yəni, tıxac var. Yəni, istəyirəm ki, bu şəhərdən tez çıxaq magistral yola, otobana çıxaq. Otoban o qədər gözəldir ki, yəni, hamı bir gün bu otoban hissini yaşamalıdır. Magistral yolun o xəttini gördüm. Yəni, otobana yaxınlaşırıq. Solda da bir dənə polis mənə belə yüngülvari güldü. Aha, bir dənə də polis düz qabağımızda. Radardır deyəcəm, radar deyil. Radar ola bilər, yəni radar niyə olsun ki bu yolda? Bu yolda sürət limiti var. Ona görə əslində radar ola bilər. Yəni, yoldan yola fərq var. Hal-hazırda 120-lik bir yoldayıq və saat qoyub ki, məsələn, saat 6-dan 8-ə qədər, səhər saat 6-dan axşam saat 8-ə qədər 120. Ondan sonra limitsizmi olur, yoxsa necə olur, bax onu dəqiq olaraq bilmirəm. Amma hal-hazırda belə sizə izah edeyim ki, bu Alman otobanlarında sürət normalda yoxdur, amma məsləhət görülür ki, 130-dan yuxarı sürməyəsən. Bu sadəcə belə deyim, məsləhət kimi verilib ki, yəni 130-dan yuxarı sürmə və belə də gördüyünüz kimi hal-hazırda sol zolaq təmiz olaraq boşdur. Çünki bu Alman otobanlarında hər şey qayda qanundandır. Sən ancaq solu ötmə əməliyyatı üçün istifadə edə bilərsən. Başqa məqsədlə sən solda belə deyim, maşın sürə bilmərsən. Ötürsən, təzədən qayıdırsan sağa. Və bəzən elə olur ki, yəni o qədər bura mən videolarına baxmışam. Yəni mən Alman otobanında maşın sürmək, yəni keçən il məsələn mənim xəyalım idi. Çünki mən baxırdım ki, Almaniyaya gedim, otobana çıxım, orada maşın sürüm. Yəni, maşın hardan icarəyə götürə bilərəm, belə sürətli gedən maşını hardan tapa bilərəm və həmin o maşınların qiyməti icarə götürmək hədsiz baha idi. Çünki bilirlər ki, sən o maşını götürüb otobandan çıxacaqsan və onun da artıq fərqli depoziti olur. Çünki nə də olmasa indi bilməyən adam üçün ilk dəfə otobanda sürmək çox təhlükəlidir. Yəni, yüksək sürətlərə çıxırsınız. Burada ona görə də, yəni bu belə deyim də, zarafat deyil. Hal-hazırda məsələn, orada bir göstərici var ki, yəni sürətli 130-un sonuna gəldi. Yəni burada hal-hazırda otobandayıq və hamının sürəti də belə deyim ki, sizə artır. Məsələn, hal-hazırda qabağımızda demək olar heç
nə qədər maşın var, 160 ilə gedirəm, yəni heç kimə çata bilmirəm. Onun da səbəbi odur ki, yəni insanlar qoyub üstünə də belə izah eləyim. Düz yanmı deyir, burada yəni 130 ilə sürməlisən, yəni 130-dan yuxarı çıxmağa və yaxud 140 ilə get, amma həqiqətən 140 ilə geçsəniz burada adamın ürəyi sıxılar, çünki yəni yol o qədər möhtəşəmdir ki, yəni sürə bildiyin qədər də, burada yəni heç nəyə gözləməyə ehtiyac yoxdur. Biraz da yüngülvari şüşəni açmaq istəyirəm. Səsə baxın bir dənə şüşəni açanda. Yəni, heç nə eşitmək olmur. 190 ilə gedirik və yəni istəsəm biraz da daha da sürətli sürə bilərəm, yəni bu heç bir problem yoxdur. Almaniyada olan otobanların 70%-də sürət limiti yoxdur. Bəzilərində 120-130-dur. Orada məsələn bir dənə polis saxlanmışdı. Bilmirəm o nə məqsədlə saxlayıb orada. Yəni burada videolar var məsələn. Qaqaşdır gəlir, yəni polisi 250 ilə keçir. Belə sizə izah eləyim ki, düzdür, otoban əladır. Sürət limiti yoxdur, amma yəni tıxac var. Yəni onun üçün məncə burada dururlar səhər saat 5-də 6-da elə eləyirlər və 5-də 6-da da duranda burada o qədər tırlar var ki, Almaniyanın hər yerinə də burada 10 maşından 2-3-ü tırdır. Almaniyanın hər yerinə gedən burada tırlar var. O səbəbdən də yəni biraz təhlükəlidir. Məsələn, video görmüşsə, Audiyə xas olan kerasin mahnısı, yəni o mahnı da məsələn yəni burada populyar olur. Çünki yəni sürət limiti yoxdur da, qəza və s. yəni qaçınılmazdır bir nöqtədən sonra. 350 ilə sürürsənsə, mən burada məsələn 200 ilə sürəm. Yəni görürəm ki, yəni sürətlidir də, 200 az bir sürət deyil. 350 bunun 2 qatıdır hardasa, yuxarı bir sürətdir və otobanda indiyə kimi ən çox sürülmüş sürət, belə deyim, sürət rekordu Bugatti Chiron'a məxsusdur. 417 km/saatda sürətlə gedib. Yəni 417 km/saatda burada sürmək üçün gərək belə deyim ki, bütün yolu bağlasınlar ki, yəni qabağa nəsə çıxsa, sürürsən riski orta zolaqdan sol zolağa bir dənə maşın özünü atır. Və burada bəzisi qayda qanundan danışmaq istəyirəm ki, məsələn gedib sol zolaqda və ya hər hansısa bir zolaqda olan maşının arxasına belə deyim çox yaxınlaşa bilmərsiniz, yəni tailgate eləyə bilmərsiniz. Amma belə də bir şey var ki, əgər yəni sağ zolaqdakı qabağıma gördüyünüz kimi 2 dənə maşın da çıxdı. Yəni əgər sağ zolaqdakı sürətlə, yəni orta zolaqdakı sürətlə eyni gedirsənsə, bu sol zolağa niyə çıxırsan? Ay BMW, yəni qal orada da. Görsən məsələn arxadan gəlirəm. Mən bu yolda gələnə kimi neçə dəfə başıma gəlib ki, yəni normal sürətlə gəlirəm, yəni otoban üçün 200 ilə gəlirəm, riski qabağıma atır 110 ilə. O da böyük bir, belə deyim də, təhlükədir əslində. Çünki biraz başın qarışdı, getdi. Baş qarışmaqdan da danışanda bilirsiniz, məsələn, Amerika yollarında həmişə billboardlar var ya da bəzən Azərbaycan yollarında da mən bildiyim qədərilə var da, yolda gəlirsən reklamlar çıxır qabağa, hər hansısa bir yerin reklamı, otelin reklamı və s. Amma o istədiyim ki, yəni Alman otobanında heç bir yerdə billboard görə bilmərsiniz. Çünki bunlar düşünür ki, yəni bu billboardlar sənin başını qarışdırır. Hansı ki də çox düzdür. Yəni gedirsən, baxırsan 200 sürətlə getdiyimi düşün. Məsələn, hal-hazırda 160 ilə gedirəm. Yəni qabağıma nəsə belə bir maraqlı yemək reklamı çıxsa baxacağam ki, görəsən nə yeməyidir o və sənin başını qarışdırır. Yəni o baxımdan burada heç bir yolda billboard görə bilmərsiniz. O da çox maraqlı bir faktdır buranın. Və bundan da əlavə hər 2 kilometrdən bir burada dayanma nöqtələri var. Dayanma nöqtələrində saxlayırsan və kofe içirsən və emergency üçün belə deyim, təhlükə yarananda gəlirsən oradan kömək istəyirsən. Almaniyada alkohol tolerance, yəni içki limiti var. Yəni içkiyə belə deyim, tolerans var. Deyəsən 0.05. Yəni bilmirəm o mən içki içən deyiləm deyə bir dənə pivə eləyir yoxsa nə. Yəni burada 2 kilometrdən bir pivə də satırlar yolda. Yəni o baxımdan pivəmi içirlər burada, yoxsa nə içirlər onu saxlayıb orada bilmirəm. Amma bir dənə deyəsən pivə içmək olardı 0.05 promil, yəni deyəsən bir şot deməkdir də, yəni 50 qram. Yəni bir şot araq içib yol sürmək, yəni nə bilim valla, yəni onu niyə eləyiblər. Ümumi olaraq məncə içkiyə tolerans ümumi olmamalıdır. Amma ondan da əlavə biraz sürmək istəyirəm. Bu otobanın mən ləzzətini çıxaracağım. Mən bir il əvvəl kim desəydi ki, Rəşad öz maşınından, yəni belə bir maşınla gedərsən, otobanda sürərsən, deyəcəkdim, yəni mümkün deyil də. Vallahi mümkün deyil deyərdim. Çünki mənim ən böyük arzularımdan biri də otobanda sürmək. Yəni mən buna bildiyimiz azadlıq deyirəm. Yəni bildiyimiz azad bir insansan da, hansı sürətlə istəyirsən sür. İnşallah bu videonun sonunda bizi kerosin mahnısı ilə YouTube-da paylaşmazlar. Nə də olmasa mənim yəni uzun illər Forza Horizon, GTA 5 təcrübəm çoxdur. Yəni hər cür sürətə öyrəşə bilirəm. Əslində mən F1 pilotu olmalıydım, amma şərtlər elə gətirdi ki, axırım gəldi, yəni bloger oldum. Və bundan da əlavə bir çox insan düşünür ki, bu otobanları
yəni Hitlerin dövründə yaranıb. Əslində elə deyil, yəni Hitlerdən əvvəl də, Hitlerin hakimiyyətdə olduğu vaxtdan əvvəl də Almaniyada otobanlar var idi və Alman otobanları dünyanın ilk otobanlarıdır. Yəni bundan əvvəl olmayıb. İlk dəfə almanların ağlına gəlib ki, bəs mən bu maşını düzəldirəm də, bu maşın 250-300-dən gedir. Bu alan yazıq bunu 250-300 sürə bilmirsə, bu niyə biz satırıq? Mən həmişə maraqlı olub ki, bu maşını göstərirdi orada. Yəni baxırsan spidometrə 320 yazıb. Mən o 320-ni sürə bilməyəndən sonra niyə mən o maşına qədər pul verirəm? Yəni bütün maşına pul vermişəmsə mən o bütün spidometri, yəni hamısını işlətməliyəm. Yəni mənim məntiqim budur. Və bundan da əlavə bu otobanların 2-ci Dünya müharibəsində də mühüm bir rolu olub. Bunlar bəzi belə hərbi təyyarələr üçün eniş zolağı kimi də düşünüblər ki, və istifadə də olunub ki, hava limanında yol yoxdur, yəni zolaq yoxdur, gəlsinlər həmin o təyyarələr, yəni burada belə deyim, eniş eləsinlər. Hansı ki, 2-ci Dünya müharibəsində bunu dəfələrlə eləyiblər. Hal-hazırda normalda magistral yolda sürəndə həmişə bir neçə kilometrdən bir U-turn olur, yəni belə fırlana bilirsən arxaya. Burada elə bir şey yoxdur, yəni belə deyim də, bacardıqları qədər elə düzəldiblər ki, sənin heç bir şəkildə başın qarışmasın da, yəni burada. Yəni heç cür başın qarışa bilməz. Yəni U-turn eləyə bilmirsən, bir şey eləyə bilmirsən. Məsələn, hal-hazırda 180 ilə gəlirəm. Qabağımdakı maşın görür ki, gəlirəm, yəni atdı özün sol zolağa. Artıq mən də burada bilməliyəm ki, yəni zolaqda maşın var da, yəni üstünə qoyub gedə bilmərəm. Yəni onun da haqqı var ki, orta zolaqdan keçsin sürət zolağına, sol zolağa. Və heç bir yolda da, yəni gedirsiniz U-turn yoxda, məsələn, yolun sağında eviniz var, belə gəlirsiniz, yəni dönə bilmirsiniz də evinizə. Gərək nə qədər gedəsiniz ki, bu magistral yolun arxasındakı evinizə çatasınız. Və maşın hal-hazırda 100-ə 28 isir. Yəni bu belə izah edeyim ki, Amerika maşını olduğu üçün, muscle car olduğu üçün, yəni bunlarda heç bir ekonom zadı, heç nə yoxdur elə bir söhbət. Nə bilim, nə hibrid mod var, nə yəni tormuzdan ayağı çək, batareya yığsın, heç nə bir şey yoxdur. Yəni bu Amerikalılar deyir ki, yəni heç bir ekonomdan söz gedə bilməz burada. Bayaqdan da gelirik, bir dənə 200-ü görmək istəyirəm. 200-ü görüm rahatlayım da, qabağımızda çoxlu maşın var. Bəlkə videoda o qədər də yaxın görsənmir. Bu dəqiqə qabağımızda olan şəhər hansı şəhərdir bilmirəm. Amma çox gözəl görsənir. Yəni belə bildiyimiz elə bil o ki, Ağsudan İsmailiyə gedən bir yol var, oradan Ağsunu görürsən də, eyni elə bil Ağsudasan da, yəni heç bir fərqi yoxdur. Və Alman otobanları dünyanın ən qədim yol şəbəkəsidir. Yəni highway şəbəkəsi budur, ən qədimi də budur. Yəni belə deyim də, yol olaraq uzun yollar, birləşmələr, hər şey yəni bu almanlara aiddir və bu otobanın olmağı bir çox turizmə də kömək eləyir. Yəni Almaniyaya otobana görə gələrsən. Başqa həqiqətən Almaniya sizə təklif elədiyi heç nə yoxdur. Deyirsinizsə təmiz hava və s. Yəni bu təmiz havanın eynisi İsmaildə də var. Gedərəm İsmaildə özüm üçün dincələrəm də. Bunun üçün niyə Almaniyaya gəlirəm? Yəni belə deyim ki, Almaniya, Berlini görüm. Yəni görə bilərsən də Berlini, amma həqiqətən maraqlı bir şey yoxdur. Soyuq, boz bir şəhərdir. Maraqlı bir şey yoxdur. Ondansa Estoniyaya getsəniz daha yaxşıdır. Ən azından Estoniyada bəlkə məni də görərsiniz, amma yox daha çətin. Yəni üzü İspaniyaya gedirəm. Bundan sonra çətin görərsiniz mənə Estoniyada, amma olsun da. İndi bayaqdan düzdür deyirəm ki, məsələn, Almaniya mənim üçün sıxıcıdır və s. İndi mənim dediyim həqiqətən mənə aiddir. Bu məsələm siz düşünməyin ki, Almaniya pis yerdir. Almaniya çox ideal bir yerdir. Ailə üçün düşünürəm məsələn. Ailəli gəlirsinizsə Almaniyaya ideal bir yerdir. Çünki burada birinci növbədə uşaq pulu verirlər, sizin uşağınız varsa 18 yaşına qədər və bu yüksək məbləğdə bir uşaq puludur. Bundan başqa buranın işsizlik maaşı var. Yəni insan üçün belə deyim də hər şeyi düşünüblər. Yəni rahat və komfort zonasında yaşamaq istəyirsinizsə Almaniya əladır. Yəni sığortanız var, tibbi sığorta, bilirsiniz ki, yəni nəsə olsa sizə pul ödəməyəcəksiniz, hər şey əladır. Mən sadəcə bir gənc insanın dilindən deyirəm ki, yəni biraz sıxıcı ola bilər. Qalan Almaniyanın belə deyim, bütün imtiyazları məncə hamıya məlumdur. Almaniya ideal bir yerdir. Gözəl universitetlər var, dünyanın ən yaxşı universitetləri buradadır. Tibb təhsili mükəmməl, mühəndislik mükəmməl. Gözəl bir maşın sürmək istəyirsinizsə yollar idealdır, maşın qiymətləri ucuzdur. Yəni hər şey əladır. Mən sadəcə belə deyim ki, yəni sadəcə biraz qayda qanun sərtdir. Biraz o baxımdan sıxıcıdır. Yoxsa burada yəni bir şans vermək olar. Sadəcə mənim dediklərimi yəni belə bir çox da ciddi qəbul eləməyin. Deyirəm ki, Almaniya pis yerdir. Yox, yəni əla bir yerdir. Sadəcə mənim üçün biraz çox da ideal bir yer deyil. Mən daha çox belə İspaniya kimi yerləri xoşlayıram ki, isti olsun, günəş olsun, insanlar belə səmimi olsun. Mən onu xoşlayıram. Yəni insandan insana dəyişir. Yoxsa Almaniyanın yəni imtiyazları say-say qutarmaz.
Hal-hazırda da otobandayıq, amma hələ də otoban hissim belə deyim, yaşayıram. Amma yəni hədsiz çox maşın var. Məsələn, bu qabağımdakı maşın. Yəni buna bir dənə yüngülvari çəkil demək istəyirəm yoldan. Yəni bunu ötmə əməliyyatını elədin. Çıx, get də sağ zolaqdan. Bu nəyə görə solda dayanırsan, mən onu heç başa düşə bilmirəm. Burada o qədər videolar görmüşəm. Yəni qorxulu videolar. Qaqaşdır məsələn eyni eləməyə kimi 180 ilə sürür, resk qabağına bir dənə 90 yaşlı bir dənə çıxır, nə bilim, Volkswagen Polo'da. Yəni videonu çəkən Fərid bayaqdan baxıram, tər basıb ki, bu nədən danışırsanız da, maşın sürəsən belə, yəni bədbin şeylərdən danışasan da. Gördüyünüz kimi yol reski belə deyim, tıxac yarandı yolda. Sürə bilmir. İndi gözləyəcəm görüm bir dənə belə mümkün bir yol açılsın. Ən sevdiyim yol nişanı bu ağ üstündən də xətt, yəni bəlkə baxırsınız bu videoya, deyirsiniz ki, Rəşad sürətli sürür, qanunsuzdur, yox, elə bir şey yoxdur. Yəni hal-hazırda qanun bunu tələb eləyir. Yəni yolda limit yoxdur. Yəni mənim heç bir günahım yoxdur burada. Limit olsa deyərsən ki, Rəşad sürətli sürürsən. Hal-hazırda sürətli sürmürəm. Sürətli o vaxt olur ki, yəni limitin üstündə. Limit yoxdur, yəni sürət də demək deyil. Hal-hazırda kameramanı soyuq tərlər basıb baxıram. Alman hökuməti mənə deyir ki, bu dəqiqə, yəni sür də, yəni biz 200-ü keçmək istəmirəm həqiqətən, çünki 200-ü keçəndə nəsə ümumi olaraq insan o 200 rəqəmin görəndə biraz özünə də qorxu gəlir ki, yəni 200 ilə sürürsən. Aha, bir dənə yanımızda maşın gəlir, A dedi, kerasin mahnısını buna qoymaq lazımdır. Dediyim kimi, Ares'dir. Ares Audi'dir, nə qoyub üstünə, 210 gedir o bir dəqiqə, mən 190 gedirəm. Yəni bura 100% bir dənə kerasin mahnısını qoymaq olar. Yəni tam kerasinli bir sürüş eləyirəm bu dəqiqə, yəni 192 ilə gedirəm, nə olmalıdır və stabil bir sürət. 190 ilə gedirəm, mənim üçün bu doğrudan da böyük bir sürət deyil. Sadəcə yol biraz qorxuncudur, nə mənalı, iki zolaqlı yoldur. Yanımızda tırlardır. Qaqaşın Ruminiyalı bir dənə qaqaşdır, tır sürür. Yəni kefinə düşdü, reski bir dənə sol zolağa atdı. Onunla da belə izah edeyim ki, yəni 1 minute engine tık, engine kaput. Yəni elə bir problem olacaq. Son dəfə bir sürətli sürüşümü eləyib, ondan sonra da yanacaq doldurma məntəqəsinə gəlib orada videonu sonlandıracağıq. Çünki belə deyim ki, ləzzətini aldım hal-hazırda otobanın. 100% rəylər gələcək ki, bəs Rəşad, mən nə bilim bu sürəti Bakı-Quba yolunda bundan çox sürürdüm. Bilirsən ki, yəni qanuni olaraq bunu edirsən də, qanun sənə icazə verir ki, bunu sürəsən. Yəni rahatdır da, yəni bu sürət belə deyim, çox da yuxarı bir sürət deyil. Əgər çox maraqlı olsa gələcəkdə, niyə də olmasın, bir dənə məsələn bura eksotik bir maşın götürüb, Lamborghini və yaxud yəni bu 300-350 sürətə dözə bilən bir maşın götürüb, yəni bunu otobanda sürərəm. Yəni onu da eləmək istəyirəm. Çünki o maşını bilirsən ki, yəni 350-dən 1 saniyə içində düşə bilərsən də, yəni 50-60-a. O maşının təyinatı odur da. Bu maşın cruiserdir, yəni fabrikin qoyduğu, Dodge-un qoyduğu bir sürət limiti var ki, yəni ondan yuxarıda sürə bilmirsən. Məsələn, yanımızda bir dənə Volvo keçir. 100% sürəndə qoca bir dayıdır. Tikintidən çıxıb özü üçün. Yox, əslində cavan dayı idi, yəni 40 yaşı var idi. Deməli, bayaq yanımızda olan Alman dayı, bilmirəm o kameraya düşdü yoxsa yox, yan-yana gəldi, mənə belə elədi ki, bəs bir dənə qaz ver görək, nə məsələdir? Yəni, dayı sonra qaz verəndən sonra gördüm ki, üzündə bir gülüş yarandı. Həmən dayıdır. Canım ay dayı, Volvonu, dizeli Volvonun torku ilə sürürsən də, yəni, sənə mən nə deyə bilərəm ki, ay dayı? Bir yanacaq doldurma məntəqəsində saxlayarım, orada da sizlə sağollaşaram. Mən belə də, yəni, limitsiz bir yoldur, yəni nə qədər istəyirsən sürürəm. Burada danışılacaq mövzu çoxdur. Burada ümumi Almaniyada çox maraqlıdır ki, Estonyada maksimum oktan 98, ondan yuxarısı yoxdur. Dubayda belə 102 yox idi, yəni Dubayda maksimum 100 var idi. Bəlkə special yerlər olar ki, belə xüsusi yerlər 102 oktan satsın, amma bayaqdan gəlirəm, yolda bütün demək olar yanacaq doldurma məntəqələrinə baxıram, hamısında var. 102 hər yerdə var. Yəni 102 nə deməkdir sən sonra? 102 oktan, yəni bu nədir bu? Jet sürürəm, nə sürürəm? İndi burada mən 98 var. 98 yoxdur, 95 var. Maraqlı olsun deyə belə deyim.
Bir dəfə də bu maşında indi yazıqdır. Bir dənə 102 oktanla bunu sadəcə fulllayacağam. Mənə prosta maraqlıdır görüm maşın nə reaksiya verəcək. Yəni Lamborghiniyə belə 102 oktan lazım deyil. Yəni 102 oktan çox yuxarı bir oktandır. Yəni bu neçədir bunun qiyməti? 4 manat. 4 manata məncə yaxşıdır. Maşının motoru dağılacaq 102 oktanı görəndən sonra. İndi maşını qoyduq orada biraz full bak olsun. Almaniyadan videoların davamı gələcək. Ümumi road trip bilirsiniz eləyirəm. Estoniyadan Barselonaya qədər. Və bu da onun belə deyim otoban hissəsi idi. Otoban mənə çox maraqlı gəldi sürməyə. İndi çox uzaqdır Barselonaya. Elə bundan sonra bir 2000 kilometr deyəsən var. 1800-2000 kilometr belə 114 avro. 114 avroya maşını belə deyim polnu bak elədik. Amma 2 şkala içində də benzin var idi. Yəni full deyil də belə baxanda. Bu videonun da sonuna gəldik. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşmək üzrə. Özünüzə yaxşı baxın.